şərhlərdə özünüz deyərsiniz. Baxın qardaşlar, başqa vaxtda deyirlər ki, taksi sürücüsü belə, taksi sürücüsü elə. Deməli, Xəqani Ticarət Mərkəzindən sifariş qeyd oldu. 189 proqram. Müştəri ilə əlaqə saxladıq ki, ora maşın girmir. Zəhmət olmasa taksi duracağına gəlin. Orada da bildiyiniz kimi, yəni taksi duracağı pasiyanlı dolu olur. Maşın saxlamaq orada mümkün deyil. İkinci cərgədə tamam, adam oradadırsa götürürsən, sıxırsan. Nəysə, 3 dəqiqədən sonra bir də zəng vurdum ki, qardaş, burada ikinci xəttdə dayanmışam, zəhmət olmasa tez gəl. Nədir, 10 dəqiqədir biz sizi gözləyirik, 3 dəqiqə gözləyə bilmirsiniz. Dedim, eyb yox. Eyb yox, cərimə gələr ödəyərik. Gətirmişəm Malakan bağından, gətirmişəm Cavadxana. Çönüb arxaya baxıram ki, mənzərəyə baxın. Qapını açıb arxasınca çağıram ki, qardaş, maşını batırmısınız da, bulamısınız maşını, zibilləmisiniz. Belə eləməyin axı. Nə var ki orada, nə olub ki? Gəlib qapını açır, mənzərəni görür öz gözləri ilə. Deyir, nə var ki, 3 dənə popkorn da tökülüb orada, təmizləyərsən. Çağırıram, deyirəm, qardaş, yaxın gəl bir dənə. Yoldaşı yanındaydı, uşağı yanındaydı, Allah'ın olsun. Tək olsaydı onu mən yana o cür buraxmazdım da. Heç kimin dədəsinin nökəri deyil. Biz taksidə işləyiriksə, biz sizə xidmət göstəririk. Tamam, qarşılığında pul verirsiniz. Amma yəni bu vəziyyət lazım deyil. Bu, yəni heyvanlığı ilə yatdığı yeri təmiz saxlayır. Sən də bunu oturduğun yerdir, gəldiyin yerdir. Maşının kənar o parnoşkalarını tamam batırırsınız, oranı silirik, qaraldırıq, səlqəli görsənsin deyə. Amma bu insana yaraşmayan hərəkətdir. Nə bilim, söz tapmıram. Sözü də buraxıram, şərhlərdə özünüz deyərsiniz.